Buyurur ki, İblis dedi ki, "Qale ana xayrun minhu." Mən ondan xeyirliyəm. Kimdir o? Kimdir ki o mənə söz deyir? Bax, əgər sən desən ki, o kimdir ki mənə söz deyir? Bu təkəbbürlükdür. Nə qədər insanlar var, eşitmişik bu sözü onları. Sən kimsən ki mənə bu sözü deyirsən? Necə yəni kimsən? Bəlkə səndən xeyirli bir insandır. Qoy sənə desin. Yəni sən elə mi etiqad edirsən ki, yəni sən ondan xeyirlisən? O sənə söz deyə bilməz. Qoy desin. Şafi rahimehullah məscidə girəndə bir uşaq ona deyir ki, "Ay kişi, dur 2 rükət namaz qıl." O boyda imam durur, həmin vaxtı icazəli görməsə belə 2 rükət namaz qılır. Deyir ki, ona deyirlər ki, "Sən bu vaxtı icazəli görmürdün." Deyir ki, "Mən qorxdum ki, bax, görsən nə qədər insan Allah qatında təvazökardır. Mən qorxdum ki, mənə deyiləndə ki, namaz qıl, mən namaz qılanlardan olmayım." Baxın Şafi rahimehullah. Yəni baxın o hal var, hal o məsələni tutmaq. Yəni bizdən birimiz olsa bəlkə deyərdi, "Ay uşaq, kimin oğlusan sən? Belə sənə ədəb öyrətməyiblər evdə." Yəni ancaq o tərəfdən yanaşardıq, özümüzü üstün görərdik. Amma baxın, alimlər necə hazır oldular Allahla müamilədə. Kim olur olsun qarşısında onu özündən aşağı görür. Yəni özünü ondan aşağı görür. Özünü ondan aşağı görür.